Deyirlər ki, Röya güya anara ailə qurub, ancaq pulun varın xatirinə. Əcəb eləmişəm. Ərim dör, bəs hanı o pulları kim yeyəcək? Başqası yesin? Niyə də yeməyim ki? Həmişə də deyirəm, mənə deyirlər, uşağın deyəsən musikant olacaq, musiqiçi deyirəm, uşağımın nə ixtiyar var musiqiçi olsun? Onun babasının o cür işləri var. Bəs babasının proyektlərini, pulunu kim yeyəcək, başqası? Nəvəsi. Mənim uşağım yeyəcək. Kim yeməlidir? Onun qanıdır da. Bəli. Onun davamçısıdır da. Bəli. Mənim deyir ki, mənim atamdan, anamdan çox onların evində yaşayır. Başa düşürsən, mama sözündən qabaq nənə deyib uşaq. Kimin nəsil içidir, kimin Qanıdır, genidir. Onlarındır da. Təbii. Bəs kim yeyəcək o pulları? Danışanlar mı yesin? Təbii ki, öz nəvələri. Qoy elə də bilsinlər. Kəsib oğlana gedərdim ki, desinlər ki, pulla alıb oğlanı ki, gecə-gündüz oğlanı saxlayır ki, sən Allah qurban olum, gir qormaya, gir qoluma desinlər ki, ərimsən. Mən mətəl qalmışam. Bəs mən Bakının sahib seçilən ailəsinə getməliydim də, bəs mən onda Röyayam da. Ona görə sübut elədim bunlara ki, yaxşı olmaq lazımdır daxildən. Üzdən sən min dənə səhvin ola bilər. Daxilin təmizdirsə onun yanında, o sana onu verəcək. Mən gedə bilməzdim İranlıya, Türkiyə, Ərəbə, Rusa da, gedə bilməzdim mən. Mən öz kişimə getməliydim, Azərbaycanlıya, başa düşdün? Düşdü. Ora-bura olmalıydı, bir ikinci də ki, onun bünövrəsi olmalıydı. Bilmirəm, bəlkə də mən kasıb oğlana vurula bilərdim, vurulmuşdum da, vurulanlar da çox idi. Mən ailə qura bilməzdim. Çünki mən onları sevindirə bilmərəm. Röya. Ki, kasıba getdi, indi onu yedizdirir, saxlayır yanına. Qoy desinlər ki, Röya pulunu yeyir. Röya.